Onlar sifarişlər alır, gecə vaxtı da malları müxtəlif yerlərdə gizlədirlər. 13-ü də bariqaları karta pulu köçürdürlər, İranlı da onlara malın gizlədildiyi ünvanı və şəkilləri göndərir. Müştərilər də gedib gizlədilən yerdən mal tapıb götürürlər. İranlı ilə danışdım bugün. Dedim, müştərim var, mənə 10 minlik mal lazımdır. Bugün siz bunu təşkil edin, mən sabah sizə 2 sumkanın pulunu göndərəcəm. Bir-iki dəfə eləmişik bunlarla belə. Əslində bu gecə onlar heç kimi ünvan göndərmirlər. Mal gizlətmək gecələridir. Bir də yazdım ki, mənə çox incitməyin, yazdım narahat olma, bildiyin yerə göndərəcək. Mənim də bildiyim 3 dənə ünvan var. Meşəli idi, qəbirstanlıqdır, bir də xarabalıq. Ona görə deyirəm ki, məndən əlavə 2 nəfər adam lazımdır mənə. Gəlib əvvəlcədən orada durmalıyıq. İranlı bu 3 ünvandan birinə gələcək gecə. Mən fikirləşirəm ki, elə meşəyə gələcək. Çünki çox vaxt mən oradan götürmüşəm malı. 3 nəfər əlaqədə olmalıyıq. Canlı konumlarından bir-birimizi izləməliyik. Tutaq ki, gəldi bu adam meşəyə. Mən sizə xəbər verəcəm ki, buradadır. Gəldi. Mən sizə deyən kimi, siz mənim olduğum istiqamətə sürətlə gəlməlisiniz. Bir-birimizdən çox uzaqda olmayacaq onsuz da. Onu izləyib boşluq bir yerdə qabağını kəsib tutmalıyıq ki, əlindən telefonu alaq.